Prezident İlham Əliyev iyulun 17-sində Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorge Leopold de Garcia Klingli qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək siyasi, iqtisadi, ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyini ümidvarlığını bildirdi. Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşündən şərəf hissi duyduğunu deyən Bernard Jorge Leopold de Garcia Klingli diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi. Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğuladı. Bernard Jorge Leopold de Garcia Klingli səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini dedi. Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edildi. Hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulandı.